Salam əziz və dəyərli müəllimlər, şagirdlər və valideynlər. Bugün mənim sizə göstərəcəyim cümlə genişləndirmə metodları var ki, hansı ki, bu istənilən bir 2-3 sözlük cümləni artırıb bir neçə sözlük cümlə edir ki, hal-hazırda sözlə qiymətləndirildiyi üçün, məsələn, 100 plus söz tələb olunduğu üçün esselərdə, ona görə bu yəni sözləri qarşılamaq üçün hansı metodlardan istifadə etmək lazım? Mən bugün sizə onları izah edəcəm. Birinci onu sizə izah edeyim ki, ilkin mərhələdə biz nə etməliyik? Biz öz opinionumuzu deməliyik, ona səbəb deməliyik, ona example, yəni misal deməliyik. Digərlərinin fikrini deməliyik, digərlərinin fikrinə səbəb deməliyik, digərlərinin fikrinə nümunə deməliyik və özümüzün o fikrimizi nə üçün deyirik onu başqa sözlərlə ifadə edərək sonda yazmalıyıq. Yəni, bunu nəzərdə saxlayın. Deməli, our opinion, the reason for our opinion, example for our opinion, other people's opinion, the reason for other people's opinion, the example for other people's opinion, example, and the restatement or other version of our opinion. Yəni birinci opinionumuzun nə üçün versiyası. Bayaq opinionumuzu demişdik ki, belədir. İndi deyirik ki, nə üçün belədir? Ona görə həmişə yadda saxlayın. Conclusion, introduction parafraz olunmuş versiyasıdır. Paraphrase of the version of our introduction is our conclusion. Yəni gördüyünüz kimi sonuçta verdiğimiz, ilkin verdiğimizin parafraz olunmuş versiyasıdır. Və gördüyünüz kimi hansı yolları izləmək lazımdır? Opinion, reason, example for us. Opinion, reason, example for other people's opinion. And the final opinion is our opinion's paraphrasing version. Bunu beləcə nəzərdə saxlamaq lazımdır. Və deyək ki, məsələn, hərəsi 3 cümlə oldu. Plus yox, bərabərdir 3 dənə deyək ki, söz. Deyək ki, məsəl üçün 3 dənə sözə bərabərdir. Deyək ki, bərabərdir yox, deyək ki, 3 dənə sözdür də bu. 3 dənə sözdür. 3 dənə sözdür, bərabərdir 3 dənə söz. Deyək bunu. Deyək, reason olaraq deyək, məsəl üçün 4 dənə söz. Example olaraq deyək ki, məsələn 5 dənə söz. I told you an exaggerated version. Mən sizə deməli bunun ən genişləndirilmiş versiyasını deyirəm. Sonra digərlərinin fikri deyək ki, 4 sözdür. Digərlərinin səbəbi deyək ki, 6 sözdür. Digərlərinin nümunəsi deyək ki, 8 sözdür. Bizim final restatement, yəni birinci opinionumuzun əsas restatementi, yəni başqa cür versiyası olsun 12 söz. Gəlin bunu hesab edin. 3, 4, 7, 12, 16, 22, 30, 42. Nəticə etibarilə nə olur? 42 söz bizim esseyimizin o supporting sentence, concluding sentence, nə bilim,
və s. O cür belə o Pinterestdə verilənlər var. Ha, indi mən indi göstərəcəm onu sizə. Amma nəzərdə saxlayın ki, bizdən esse yox, paragraf istəyirlər və paragrafda o cümlələrin bir əhəmiyyəti yoxdur. Sadəcə paragrafda nəyə diqqət yetirməliyik? Opinion, bizim fikrimiz nədir? Buna səbəb, reason, bizim ona səbəbimiz nədir? Example, yəni buna nümunəmiz nədir? Opinion, restate how you feel about something means that you must restate your opinion that you told beforehand. Əvvəl dediyin opinionu neyirsən, restate edirsən. Yəni burada supporting sentence, concluding sentence və s. Bu cümlələr heç birinin lazım deyil. Çünki niyə? Çünki sən paragraf yazırsan, esse yazmırsan. Çünki sizdən paragraf istəyir və 100 sözlük də esse olmur, paragraf olur. Və ona görə də bu Oreo'nu yadda saxlayın. Oreo strukturuna yəni tam şəkildə fokuslanaraq cümlələrinizi böyütmək istəyirsinizsə, indi mənim hal-hazırda sizə göstərəcəyim və 3 sözdən 30 plus sözə gedəcək qədər nümunələri istəyirsinizsə, mənə şəxsi olaraq müraciət edə bilərsiniz və yaxud kitablarından istifadə edə bilərsiniz. Məsələn, deyək ki, bu kitabımın hal-hazırda ən axırıncı nəşri var ki, onun son səhifələrini əlavə eləmişəm. Bütövlükdə cümləni böyütmək yollarını, onun arxa səhifəsində gördüyünüz bu 7 kitab şəkli var ki, onlar söz ehtiyatıdır, 8-9 üçün olan sınaqlardır. Qrammatika 6-8 üçün olan qrammatika, hansı ki 9, zəif 9'lar üçün də lazımdır və s. Bu gördüyünüz 7 dənə kitab varsa da əgər kitabın arxasında, siz deməli onun içərisində bunu tapacaqsınız. Və sizə bu və bundan artıq yollar göstərir. Bu və bundan artıq biləsiniz. Yəni orada çox yollar var. Ona görə də siz esse yazmırsınız, siz paragraf yazırsınız. Çünki 100 sözlük esse olmur, 100 sözlük paragraf olur. Ona görə də supporting sentence, concluding sentence və onları buraxın, boş verin. Nəyə yüklənirsiniz? Bildiyiniz o ən sevdiyiniz peçenye olan Oreo'nun üstünə. Yadda saxlayın bunu uşaqlar. Yadda saxlayın ki, bunu tam şəkildə mənimsəməlisiniz. İndi keçirik nəyə? Bizim bu paragraf yazmaq metodumuza. Baxaq indi hansı? Məsələn, bir dənə sadə cümlə deyirəm ki, technology helps people, especially students. Texnologiya insanlara, xüsusilə şagirdlərə kömək edir. İndi gəlin görün, bunu necə biz genişləndirə bilərik? Bunu sizlə bərabər bu cümlələri genişləndirək. Baxın indi, birinci cümləmiz budur. İndi gəlin burada nə edirik? Birinci isimləri genişləndirək. Bizim isimlərimiz hansılardır? Technology, people, students. Necə genişləndirəcəyik? Technology sözün qarşısından modern, digital yazacağıq. Olacaq bir sözümüz, 3 söz. Modern, digital, technology. People sözünə başqa bir söz yazacaq. Bir də göz. Daha çox söz olsun deyə bu cür. Yəni maksimum necə söz əlavə edə biləriksə, bir sözün yerinə maksimum necə söz istifadə edə biləriksə, onu istifadə edəcəm. Bayaq dediyim kimi, Oreo'nu sundum. Oreo, başqalarının sonra isə onu yazdım. Yəni maksimum 200 söz eləmədim. Ümumiyyətlə gördüyünüz kimi nə qədər söz elədim. İndi onu böyüdək. Deyək ki, burada 1, 2, 3, 4, 5 dənə söz var. 5 söz var. 5 söz var. İndi gəlin bunu böyüdək. Məsəl üçün, teknolojinin yerinə yazacağıq. Modern, digital technology. Bayaq bir sözünün 3 söz oldu. People sözünü yazacağıq. A growing number of people. Yəni, bayaq bir dənə söz idi. İndi isə 1, 2, 3, 4, 5 söz olacaq. Gələk student sözünün yerinə 1, 2, 3, 4, 5, 6, bir dənə də student 7. 7 söz yazır. Deməli, 3, 5, 7. Bayaqlanmışı sözüdür, 5 sözüdür. Nə edirik? Gördüyünüz kimi 8, 15. 5 dənə sözü nə edirik? 15 sözə çeviririk.
modern digital technology helps a growing number of people, especially students, who study or the study at schools or universities. Müasir rəqəmsal texnologiya getdikcə artan sayda insana, xüsusilə məktəblərdə və universitetlərdə təhsil alan tələbələrə kömək edir. Bayaq nə demişdik? Texnologiya insanlara, xüsusilə tələbələrə kömək edir. İndi 5 dənə sözün neçə keçdik? 15 sözə keçdik. Bu hələ azdır. Keçirik nəyə? Digər vasitəyə. Yəni gördüyünüz kimi bu alındı. Deməli 3 sözdən biz nəyə keçdik? Gördüyünüz kimi. Nəyə keçdik? Bayaq neçə idi? 15 söz. Deməli 3 sözdən 15 sözə keçdik. İndi keçirik daha da artan bir deməli formaya help sözünü genişləndirməyə. Help sözü istənilən bir versiyada birinci paraphrase olan plays a crucial role in helping paraphrase. Düzdür, help sözünün 18 dənə əvəz edəcək yolu var. Belə ki, bir essenin içərisində və yaxud bir paragrafın içərisində 1 help, 2 help, 3 help, 4 help, 5 help varsa hər birinə uyğun olaraq tam da onun mənasında dəyişmək metodu var ki, mən onu sizə dedim ki, harada əldə edə bilərsiniz onu, mənim öz kitabımda. Deməli, helpin əvəzinə nə eləyirik? Plays a crucial role in helping. Deməli, modern digital technology. Help əvəzinə nə yazılır? Plays a crucial role in helping a growing number of people, especially students, who study at schools or universities. Görün neçə söz əlavə elədik. Bayaqlar neçə söz idi? 5 söz. İndi neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. 5 oldu nə? 22 söz. Başqa yollar da var. Keçək yollara. Nəticə etibarilə neçə sözə keçdik? 5-dən neçə keçdik? 5-i elədik 22 söz. İndi keçək digər metodlara. Gəlin o metodlara baxaq. Burada nə edirik? Add a prepositional phrase for context. Yəni mövzuya görə, mühitə görə prepositional phrase əlavə edirik. Harada? Məsələn, bayaqlarım vardı. Modern digital technology plays a crucial role in helping a growing number of people, especially students who study at schools or universities. Cümləsinə əlavə elədik. In various areas of daily life and education. Oldu nə? Modern digital technology plays a crucial role in helping a growing number of people, especially students who study at school or universities, in various areas of daily life and education. Yəni bildiyiniz kimi bu mənanı dəyişmir. Konkret olaraq budur. Yəni bundan ayrısı yoxdur. Var, bir neçə vasitələr var, bir neçə metodlar var ki, hansı sayda istifadə etməlisiniz. Onu da kitabda tapacaqsınız. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Biləsiniz ki, artikellər oynayır. 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. Deməli biz 5 sözdən nə elədik? 5 sözü elədik 30 söz. Keçirik digərinə. Deməli 5 oldu nə? 30. Keçdik digərinə, digər metoda. Bax indi. Add parallel action. Paralel, yəni hərəkətlər ilə. Necə kömək edir? Gəlin onu yazaq. Bayaq yazmışdıq. Modern digital technology plays a
crucial role. And nədir burada belə düşür, bu niyə belə düşür? A crucial role in helping a growing number of people, especially students who study at schools or universities in various areas of daily life and education. Buna nə əlavə edirik? Nə əlavə edirik? Parayı necə kömək eləyir? Bax, plays a crucial role in helping. Plays a crucial necə kömək eləyir? Bunu açırıq. Yəni, necə kömək eləyir? Necə bir əhəmiyyətli kömək eləyir? Including access information. Məlumatı qəbul yəni də məlumatı qəbul etmə. Communicating efficiently, yəni mümkün olduğu qədər gözəl və yaxud uyğun ünsiyyət. Enhancing their learning process, yəni öyrənmə sistemini genişləndirmə daxil olmaqla kömək eləyir demək istəyirsiniz. Görün, necə söz əlavə elədik? Deməli, bayaqlar nə demişdik 5 sözdən? Technology helps people, especially students. 5 dənə söz idi. İndi nə deyirik? Modern digital technology plays an important or a crucial role in helping a growing number of people, especially students who study at schools or universities in various areas of daily life and education, including accessing information, communicating effectively or efficiently, and enhancing their learning process. Gəldik neçə sözə çıxdıq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40. Aha. 5 sözdən neçə gəldi? 5 oldu nə? 40 söz. Deməli, 5 sözdən 40 sözə gəldi. Hətta burada 32 söz yazmışam, amma bu deyil. Because və for example kimi sözlərdən istifadə etməməksizin, yəni biz onlardan istifadə etmirik, amma gəldik bir özünüz hesablayın da, özünüz hesablayın görün. 40 sözə gəldik. Deməli, 5-dən 40 sözə gəldik. Və yaxud səhv saymışam. 5-dən 40 sözə gəldik. Deməli, hər bir cümləni 6 dənə cümləm varsa da mənim. Deməli, 6 dənə deyirəm. Oraya neçə dənə? Ore, 7 olmalı. Ore, o, r, e, o. 7 cümləni. 7-ni, deməli, 7 sözün hərəsini 30-40 arası artırırıqsa da, 30-40 arası artırırsa da. Yəni, minimum deyək 30. Görün neçə sözə gəlib çıxır. Təsəvvür edin. 5 sözdən yazsanız necə olur? 40 sözdən yazsanız necə olur? Ona görə də cümlə öyrənmə metodlarından istifadə eləmək istəyirsinizsə də, bu kitabdan, yəni hal-hazırda nəşr edilən, bu arxasında 7 dənə kitab olunan versiyasından alıb öyrənirsiniz. Əgər orada da sizə aydın olmursa da, mənlə əlaqə saxlayırsınız. Aşağıda gördüyünüz kimi nömrələrim var ki, hazırlıq kurslarına qoşula bilərsiniz. Müəllimlər və şagirdlər daxil olmaqla. Sağ olun, salamat qalın.